Deməli, bizim bugün sinif təşkilat saatı 8 mart təsadüf etdiyinə görə gözəl qızlarımı təbrik edirəm və istədim ki, bir xırda da belə balaca bir uşaqlarına əyləncəli bir oyunlar da keçirdək və eyni zamanda həm onların üzü gülsün, həm bizim üzümüz gülsün, həm bizim sinif oğlanlarımızın üzü gülsün. Bilsinlər ki, qadınların dəyərini də bilmək lazımdır həmişə. Biz indi başlayırıq. Deməli, uşaqlar, bizim oyunumuzun şərti necədir? Qızlarımızın saçı uzundur maşallah hamısı və oğlanlarımız onların saçın istədiyi formaya sala bilərlər. Yəni darıyıb, nivcinka vura bilərlər, darıyıb və yaxud rezinlə yığa bilərlər, darıyıb hörə bilərlər. Biz oyunumuza başlayırıq. Başladık. Deməli uşaqlar, sonda kimin əl işi daha gözəl olsa, həmin oğlana bir kiçik da olsa hədiyyəmiz olacaq. Görək hələ hansı uşaq daha, hansı oğlanlarımızdan daha kim qəşəng əl qabiliyyətinə malikdir. Girəm. Bu Rəvanımızın əl işidir. Uşaqlar alqışlayaq Rəvanı. Gəlin Oğuz'u da alqışlayaq uşaqlar.